Dabanın ağrıyırsa videonu kayd elə. Çünki sənin daban ağrılarının səbəbini tapmışam. Daban ağrılarının ümumiyyətlə tibbdə səbəbi daban bağlarının iltihabıdır. Buna el arasında daban mahmızı da, daban şporu da deyirlər. Müalicəsi mazlarla, bir də ki, fizioterapiya mərkəzlərində fizioterapik üsullarla aparılır. Hə, indi mənə diqqətlə qulaq assan, sənə evdə rahatlıqla necə daban mahmızından ev üsulu fizioterapiya ilə qurtula bilərsən, onu izah eləyəcəm. Amma əvvəlcə ekrandakı ürək zad və profilin üzərindəki üstəgələ işarəsinə toxun. Deməli, yaxınlaşırsan aptekə, Dikloflex gel alırsan. Bu gel qeyri-steroid təsirinin köməyi ilə axşam yatmamışdan əvvəl fındıq boyda götürürsən, çəkirsən dabanıva. 5 dəqiqə saat əqrəbi istiqamətində masaj edirsən. Növbəti 5 dəqiqə isə əlinin bu hissəsi ilə dabanıvı döyəcləyirsən. Bu üsul daban bağlarının iltihabını dağıdır. Dabanda olan duzu dağıdır və qısa müddətdə ağrılarını azaldır. Bir kurs müalicənin sonunda isə artıq fərqi hiss edirsiniz. Əgər sizdə iltihab ciddi həddə çatıbsa, mütləq həkimə müraciət edin və yaxud Dikloflex jeli evdə ağrı kəsici vasitə kimi də başqalarına və yaxud özünüzə rahatlıqla istifadə edə bilərsiniz. Ölkənin bütün apteklərində var, olmasa əczaçılarımızdan xahiş edin, zakas verib gətirsinlər. Bu cür faydalı videoların davamı üçün məni mütləq takip edin ki, sağlamlığınızın qeydinə qalın. Əczaçınız Baloğlanla hər zaman sağlam qalasınız.